Danışın. Mən Abdullayev Bayram Namazoğlu. 23 sentyabr səhər hamı kimi biz də yuxudan oyandıq ailəvi. Səhər yeməyinə oturduq, bir qismat çörək yedik. Çörək yeyəndən sonra hər kəs öz işinin arxasınca getdi. Oğlum Talih də səhər məktəbə Dəmirçilər kənd orta məktəbinə getdi. Mən də öz işimə getdim. Anası evdə qadındı, evdə öz işləri ilə məşğul oldu. Gün orta Talih məktəbdən gəlmiş anasının dediyinə görə bir qismat çörək yeyib, Qazax rayonundan müəllim yanına gedibdir. Və anasına demişdir ki, ana, orada bərbərxanaya gedib başımı da vurduracağım. Gedib bərbərxanada o yer olmadığından o kiret gözləməyə məcbur olub. O öz üçün skameyka axtarıb parkda mütəfəkkirlər parkında bir künsdə skameykada oturub dincəlirmiş ki, başını qırtırsın, müəllim yanına getsin. Həmin vaxtı 3 nəfər tanımadığı qeyri-adi şəxslər tərəfindən buna hədə-qorxu gəlmişlər, bundan pul tələb ediblər ki, bəs sən bizə pul verəcəksən. Ona görə oğlum Talihin üstündə pul olmadığına görə 3 manat pulu olubdur. Onlara nəyə görə pul verəcəm dediyini bildirdikdə ona hərbə zorba gəliblər, onu səni döyərik, səni vurarıq ifadələri işlədiblər. Həmin yerdə oğlum Talih onlarla savaşıb. Deyilənlərə görə onlar bir qrup dəstə olublar. Nadir adlı şəxs, Akşin adlı şəxs, Ömər adlı şəxs, Ömər Akşinin əmsi oğlu Şahin adlı şəxs. Eşitdiyimə görə çox orada 6 nəfərdən artıq şəxslər tərəfindən mənim oğlum kuruka alınıb və Nadir adlı şəxs yaxınlıqda olan çayxanadan gedib bıçaq götürmüş və Akşinə tələb edib ki, Akşin, sən bu uşağı vura bilərsən. Akşin isə deyir, nəyə görə vura bilmirəm, ver vurum. Bıçağı onun əlindən almış və Talihin ürək nahiyəsindən bir bıçaq vurmuşdur. Mənim oğlumu həmin yerdə də qətlə yetirmişlər. Oğlum qətlə yetiriləndən sonra oradakı binada yaşayan bir-iki arvadın köməyi ilə, taksi şoförünün köməyi ilə Qazax rayon diaqnostika mərkəzinə aparmışlar. Ancaq Talih yolda tələf olmuşdur, artıq gecdir. Ondan mənə zəng gəldi, mən işdəydim, mənə bildirdilər ki, oğlum Talih Qazax rayonunda uşaqlarla dalaşmış, onun qolu qılçı sındırıblar. Mən isə həmin vaxtı işdən icazə alıb Qazax diaqnostika mərkəzinə gəldim. Həmin vaxtı artıq gecdir. Mən gələndə gördüm, oğlum Talih artıq keçinmişdir. Həmin vaxtı çox böyük, nətər deyim, ölümdən sonra çox özümü ala bilmədim. Oğlum Talihi mənə sonra çox əlimdə məlumatlar var mənim. Bu məlumatları mən istəmirəm bu dəqiqə prokurorluğa, müstəntiqə vermək. Çünki onların işinə mən istəmirəm ki, zərər gəlsin. Onları özümdə fakt kimi saxlayıram ki, yəqin ki, Qazax rayon prokurorluğu, onun köməkçisi müstəntiqlər yəqin ki, bu işi, cinayəti layiqincə yerinə yetirəcəklər. Çünki mən, əgər bunlar layiqincə cəzasını almasalar, bu şəxslər məsuliyyətə cəlb olunmasalar, yəqin kifayət qədər mən həmin faktları aşkara çıxardacağam, ictimaiyyətə yayacağam ki, gələcəkdə belə hadisələr bir də baş verməsin. Belə gənclərin bizim vətənimizə, gələcəyimizə çox böyük, nətər deyim, belə insanlardan aralı gəzmək lazımdır. Xahiş edirəm, bütün onları görənlərdən, ictimaiyyətimizdən belə şəxsləri layiqincə cəzasını yetirsinlər. Bizim Azərbaycan Respublikamızın çox gözəl qanunları var. Belə şəxsləri lazımı qədər cəzalandırmağa mən haqqını tələb edirəm. Özgə də nə deyə bilərəm, mənim evladım bugün həyatda yoxdur. İstəmirəm heç bir ailənin evladı mən çəkən dərdi çəksin.